Bu videoda isə sizlərə elektromobili ev şəraitində şarj edərkən nə qədər xərcim çıxdığını və nə qədər gözləməli olduğumu izah eləyəcəm. Məndə qaraj şəraitində belə bir Teslanın Volconnector var. Adapter tək faza ilə işləyir. 250 volt və 48 amper ilə saatda 11 kilovat güc ötürə bilir və avtomobilimizi şarja taxırıq. 4%-imiz var və 9 saat 55 dəqiqə, çünki 7 kilovat göstərir. Biz bunu eləyirik 48 amper. Və gördüyünüz kimi saatda 10 kilovata qədər qalxdı. 6 saat 45 dəqiqəyə avtomobil tam olaraq şarj olacaq. Və maşını tərk eləyirik, səhər görüşərik. Və maşınımız artıq şarjını bitirib, bizi gözləyir. Gəlin baxaq nə qədər enerji götürdüyünə. Ümumi olaraq səhərə qədər 57 kilovat enerji götürüb. Bu da o deməkdir ki, 1 kilovat Azərişığın enerjisi 8.4 qəpikdir və 57 kilovat da enerji götürübsə, təxmin olaraq 4 manat 80 qəpik bizim enerjiyə xərcimiz çıxıb. Və bu enerji ilə biz 400 kilometrə yaxın məsafə qət eləyə bilirik. Bəs daxili yanma mühərrik avtomobillə siz bu məsafəyə nə qədər xərciniz çıxırsa, şərhlər bölməsində də qeyd eləyin.